Bağdan növbəti gecikmiş videom ilə qarşınızdayım. Bu dəfə mətbəxə əl gəzdirdim və bunu etmişkən sizə orada etdiyimiz yenilikləri də göstərmək istədim. Gördüyünüz kimi adanın hündürlüyünü qaldırmışıq və bunun səviyyəsində də 2 əlavə sirməm yarandı. Və beləliklə də dəsmallarım, runnerlarım, süfrələrim özlərinə yer tapdı. Adanın hündürlüyünü qaldırmamızda əsas məqsəd isə qış aylarında həyətdə otura bilməməmizdir. Və evdə də bizim qonaq stolumuz olmadığına görə düşündük ki, bu adanın hündürlüyünü qaldırmaqla və bar stolları sifariş etməklə bu məsələni bir dəfəlik çözmüş olacağıq. Bar stollarımızı hardan sifariş etdiyimizi soruşmayın, çünki ustanın adını verə bilməyəcəm. Bizi o qədər yordu, incitdi ki, istəmərəm ki, siz də yorub incitsin. İllərlə istifadə etdiyim qab-qacağı dəyişməyə əlim gəlməyəndə, bağım olanda bağıma apararam deyib və bu günləri gətirib həmin rəfdə o boş qablara yer ayırdım. Və əminəm ki, bağda açılan süfrələrimi bu boş qablarda çox gözəl bəzəyəcək. Ümid edirəm ki, bu yay ürəyim istəyən kimi süfrələrimi açıb sizlərlə paylaşa biləcəm. Dolabın bir hissəsinə boş qabları yığdımsa, digər hissəsinə isə su və şirə stəkanları, fincanlar, eyni zamanda qonaq gələn zaman qarşısına çıxara biləcəyim qabları yığdım. Onu da qeyd edeyim ki, burada ən çox diqqətinizi cəlb eləyəcək su stəkanlarının qiyməti olacaq. Bir dənəsini 1 manata almışdım. Ona görə də nə çox, nə az, düz 12 ədəd almışam. Mətbəxdə ən çox sevdiyim dolab isə çəngəl, bıçaq, qaşıqları yığdığım dolabdır. Çünki hər şeyi istədiyim kimi rahat, səliqəli formada yığa bilirəm. İkinci rəfi belə dəyərləndirdim və düşünürəm ki, uğurlu alındı. Üçüncü rəf isə əminəm ki, bütün evlərdə həmişə belə qarma-qarışıq olur. Amma oranı da səliqəyə saldım. Hələlik mətbəxdən bu qədər. Növbəti gecikməyəcək videomuzda görüşənədək.